Birinci testlə davam edirik. Metal hidroksididir. Yəni əsas verilib bizə ekvivalentli əsasdır. 1 molunun tam termiki deyir parçalanmasından kütləsi 20% azalmışdır. Gəlin biz bu metal hidroksidini parçalayaq. Bu zamanlar aydın məsələdə alınacaq metal oksidi və bir də su. Kütləsi 20% azalmasına ondan 1 mol ayrılan su səbəb olub. Yəni 20% neçə qramdır? 18 qramdır. 30 neytral müəyyənsə metalın dövri sistemdə mövqeyini müəyyən edin. İndi gəlin bu metal hidroksidin öz kütləsini tapaq. Uşaqlar görək, bəs 100% olan balon kütləsi nə qədərdir? X-dır. Demək getsə, burada qalsa 1, burada qalsa 9. Demək bunun öz kütləsi neçə imiş? 90 imiş. 90 imiş. Və 90 imiş. Buradan demək metal üstünə gəlinsin 34 bərabərdir 90. 90-dan da 34 çıxanda nə qalacaq? 66 demək 56. Yəni demək metalın emeri bərabər imiş 56-ya. A yeri daha doğrusu metalın A yeri 56 imiş. Və deyir 30 neytron varsa da demək bu 26 imiş. Dəmir imiş da bu. Deyir ki, dövri sistemdə mövqeyini müəyyən edin. Dövri sistemdə mövqeyini müəyyən edəndə biz nə edirdik? Bölürdük 2, 8, 8 plus 2, 6. Demək 3, D üstü 6, 4, S üstü 2. 4, S üstü 2. Demək 4-cü dövr, 8-ci qrup və əlavə yarım qrup cavab olacaq Y variantı. 22-ci testə baxaq. 22-ci testdə demək dəmir xloriddir hansı sırada hər iki maddə ilə qarşılıqlı təsirdə olur. Demək hər iki maddə ilə qarşılıqlı təsirdə o vaxtda olub ki, yəni reaksiya deyir gedirdi axıra qədər bu zamanları su qaz çöküntü alınsın. Birincidə bununla qarşılıqlı təsirdə olar argentin xlor çöküntüsü alınacaq, ona görə reaksiya gedəcək axıra kimi. Ancaq ikinci ilə getməyəcək, çünki burada çöküntü halında maddə alınmır. B variantında natrium hidroksidlə dəmir 3 xlorid reaksiya girsə, alınacaq dəmir 3 hidroksid çöküntüsü, yəni ferium OH3, konur rəngli çöküntü, bir də natri xlor və ona görə də bu reaksiya nə edəcək? Gedəcək. Argentium nitratla da həmçinin reaksiya getdikdə uşaqlar demişik duzla o vaxt reaksiya gedir ki, hər iki duz suda həll olan olsun və alınan duzun birin olsun, çöküntü olsun. Burada da demək argentium xlorid çöküntüsü alındığı üçün reaksiya axıra qədər keçirik 23-cü testə. Deyir hansı reaksiyalar məhlulda getmir? Reaksiyalar məhlulda vaxtı getmir ki, su qaz çöküntü alınmır reaksiya nəticəsində. Birincidə demək alınacaq natrium xloridlə kalsium hidroksid. Bunların da heç bir çöküntü deyil, ona görə birinci getməz. İkinci plümbium xlorid alınacaq. Burada plümbium xlorid çöküntü olduğu üçün bu reaksiya gedəcək. Üçüncüdə argentium xlorid alınır, ona görə bu reaksiya da axıra qədər gedəcək. Bizdən getməyəni soruşur, birinci getmir, ikinci, üçüncü gedir. Dördüncüyə baxırıq, burada kalium xlorla kalium hidroksid ilə natri xlor alınır, ona görə də bu da getmir, biri də budur. Dördüncüdə barium nitratla kalium xlorid alınır, bunların heç bir çöküntü deyil, ona görə cavabımız olur 1, 4 və 5. 24-ə baxırıq. Deyir alkan molekulunda